Görürsüz ekran indi. Bəli. Yoxlayın cavabları indi. Ondan sonra yeni dərsə keçərik. 10-cu sual. 15 sonrada. Hə, bu tip sualları biz necə yazırıq? Bu 3x-in kvadratıdır. Burada hamısını sıfıra bərabər edir. 3x Bəli. bərabərdir 0. X bərabərdir 3. Sonra 4x çıx x kvadrat, o da bərabərdir 0. Buradan da x-i çıxardanda nə olur? 4 çıxırsan x bərabərdir 0. X olur 0. Bir də o birisi nə olur? 4 çıx x də bərabərdir 0. Buradan da x bərabərdir 4. Ədəd oxu üzərində qeyd edirik. Nə olur burada? 0, 3, bir də 4. Düzdür? İndi Bəli. bunları neyinirik? İntervallara ayırırıq. Bax, bura qədər aydındır. Aydın olmayan bir şey yoxdur ki. Yox müəllim. Məhv olduğuna görə İndi, məhvdən başlayır. indi bax, 4-dən sağda nə gəlir? Tam ədəd, ən kiçik tam ədəd 5 götürsək. Bu 3 çıx x 3 təkrarlanan kökdür. 2 dəfə təkrarlanıb. Üstü 2 olanda cüt sayda təkrarlanmış sayılırdı o. Onda Təkrarlandığı sağı üçün solu eyni işarə olur. bəli, eyni işarə olur. İndi 4-dən sağda 5 qoysaq, bu ifadə nə olur? Mənfi olur. Bu da onsuz da həmişə müsbətdir də, kvadrat olduğu üçün. Ona görə burada olur mənfi. Sonra gəlir müsbət. Sonra yenə müsbət. Sonra gəlir mənfi. Bizdən soruşub bərabərsini ödən ən böyük tam ədədi tap. Bunun həlli nə olur indi? Bax, bunlar heç biri daxil deyil. Heç biri. Çünki böyükdür 0. Bərabər 0 olsaydı daxil götürmüş olacaqdıq. Onda nə olur? Bərabərsini ödən ən böyük tam ədəd neçə olur? Yəni həllini birinci yazaq. Həlli nə olur bunun? Həllini deyək. X daxildir nə olur? Hansı araqda müsbət olur? 0-dan 3, 3-dən 4. 0, 3 birləşir 3, 4. Onda burada ödəyən ən böyük 3, 4 arasında tam ədəd yoxdur. 0, 3 arasında Bəli. ən böyük tam ədəd nə var? 2. 2. Cavab oldu 2. Ah, mən x-i çölə çıxartmağı unutmuşam. Ah, Nətər? oradakı ikinci hissədə x-i çölə çıxartmamışam. Ona görə cavab sizə qalmış. Çıxartmaq lazımdı onu. Belə olur. 15-ci sual. Aydın sənin sualın var? Mən də axırlardan bunu görməyəm. Axırlardandır. Bəli. Qnyaz, bax burada 2, 5, 10. Bunun hər tərəfini 10-a vursaq nə olur? Birinci orada 5 vurulsun 2x kvadrat üstə gəl x. O birisində 6x üstə gəlsin 9. Mən elə yazmışam. Sonra Bu dəqiqə deyir baxım. 10x 10x kvadrat kvadratı çıx x üstə gəl. çıx 9 böyükdür 0. Mən 10x kvadrat üstə gəlinsin 5. Hə, orada çıxdı zil tərəf. Hə, bildim. Hə. İndi bunu necə həll edirdik? Bu kvadrat bərabərsi biz necə həll edirdik? Diskriminantla. Müəllim, orada hələ ki bir ikisini də bir tərəfə yığırıq. 12-sin kvadratı üstəcə 5x çıxılsın, 6x çıxılsın, 9 böyükdür 0 olur. 5x-dan 6x-ə gedir, olur. 12-sin Yazmışıq kvadratı da. Sən çıxılsın. ekranı görmürsən Aydan. Yazmışıq da burada. Ekranda görürsən? Mən də aldım. Hə, görüldü indi. Hə, bunu yazmışıq. Hə. Tamam, indi Mən də bunu gec nətər? gəldim. Bunu necə həll edirdik? Kvadrat bərabərsi necə həll edirdik? Qaydasını demişdik. Burada diskriminantla gedirik, demək. Hə, diskriminant yəni köklərini tapırıq da. Kökləri nə olur bunun? Mən indi birbaşa bax belə bir dənə qayda demişdik. Kvadrat tənliyi keçərkən demişdik ki, ax kvadrat üstə gəlib bx plus c bərabərdir 0. Əmsalların cəmi 0 olanda kökün biri olurdu 1, biri də olurdu nə? C böl a. İndi burada əmsal 10-dur, mənfi 1-dir, mənfi 9-dur. Toplayanda nə olur? 0 olur. Deməli bunun bir Sıfırın kökü 1-dir, biri də nədir? Mənfi 9 böl 10. İndi mənfi 9 bölü 10'u birinci yazmalıydı. Nəsə, mənfi 9 bölü 10. 0 onda 9 da yaza bilərdi onu. İndi bunu ayırdıq. Sonra nə inirdik Qnyaz? Davamını səndi. Bunları izah eləmişdik. Yaddan çıxıb hamısı. Qnyaz sonra nə inirdik?
Mən sonra intervallara əsasən bir dəqiqə Aydıq. birinci İntervallara aydıq. İndi hara müsbət olurdu, hara mənfi olurdu? bir dəqiqə mən Hı. Ayrıca bir dəfə sizə bərabərsi dərs mən verəcəm. qiymət qoyub həmişə yazıram. Hədə Ona qiymət görə qoy da, nə qoysan qoy, qiymət qoy, işarələrini tap. Mən ayrıca sizə bir dənə mən birdən bərabərsi dərs. 2 qoymuşam birinci. Müsbət sonsuzluq. 2 Yəni sağda bir 2 müsbət. qoyanda bunu heç baxmaya ehtiyac yoxdur. Bax, baxırsınız burada x Müsbət. kvadratın əmsalı. X kvadratın əmsalı 10-dur. 10 da müsbətdir. Deməli sağda olacaq müsbət. Mənfi müsbət. Onda cavab nə olur? Cavab bir dəqiqə. Birinci birdən müsbət sonsuzluğa orada daha doğrusu tərsinə dedim. Mənfi sonsuzluqdan mənfi 10-da 9-a, birdən Hə, də müsbət sonsuzluğa. cavab ondan olur. C bəndi. Cavab C B. Hə. Aydındır. Mən orada 10x kvadrat çıx x böyükdür 9 yazmışam. Qalanında niyəsə qarışdırdım, x-i filan çıxartmışam. Bildim. Yaxşı. Sonra Mən 20-də. 24, 20. 20. Bu ayrıca bir dənə sizə bərabər dərs qoyacağım yenə təkrar. Bir-bir sizdən sualların həllini soracağım. Hansı sual tipi necə həll olunur? Yəni orada dərsdə atmışdım axı. Dərsi bir daha da mən gəlib onda izahını çəkim. Atım elə videodan da baxım. Bunun dərsini izahını çəkməmişəm. Təkrar orada yenə baxarsınız. Ya da ayrıca bir dənə dərs qoyaram başdan ayağa. Təkrar bir də izah eləyərik. 20-də də deməli nə edirik burada? Mənfi 4 kiçikdir x kiçikdir 5. 3 kiçikdir y kiçikdir 7. Burada y çox 3x soruşur burada aydın. Deməli burada x-dir. Onda mən bunun burada var ha. Bunun hər tərəfini 3-ə vursam. Nə alırıq buradan? Alırıq mənfi 12 kiçikdir 3x. O da kiçikdir 15. Aydındır burası. Y kiçikdir 3 kiçikdir y kiçikdir 7. İndi biz demişdik ki bərabərsizləri alt-alta çıxmaq olmaz. Neynirdik? Vurmaq bölmək olur. Vurmaq da olar, bölmək olmaz. Əllə çıxacaqsa nə çıxırdı? Çarpaz çıxırdıq. 3-dən çıxacaq 15-i. Nə qalacaq? Mənfi 12 kiçikdir y çıx 3x. O da 7-də də mənfi 12 çıxanda nə qalırdı? 19. Aydın oldu. 7 çıx mənfi 12. O da elədi 19. Bura qədər aydın oldu. Bəli. Hə, indi deyək ki, ifadənin ən böyük qiyməti. Ən böyük tam qiyməti neçə olur? 18, Ən kiçikdən mənfi 11, olanın da cəmi 7. 7. Aydın oldu. Bəli. Yəni bu alt-alta vurmaq olar. Alt-alta toplamaq olar, amma alt-alta bölmək olmaz. Böləndə də çarpaz bölürük. Birinci ilə ikincidəki sağdakını, birincinin sağındakı ilə ikincinin solundakı. Yəni çıxanda da eyni qaydada. Bunu əslində belə də yaza bilərsiniz. Yəni biraz şey olsun deyə, əgər bu çətin olursa. Amma onu qarışdırarsınız deyə mən onu çox demək istəmirəm. Elə ən yaxşısı budur. Məsələn, burada belədir də, mən 3x-i, sonra bunu mənfi 1-ə vuranda nə olur bu? Olur 12 kiçikdir mənfi 3x, o da böyükdür mənfi 15-dən. 12 böyükdür mənfi 3x, o da böyükdür mənfi 15-dən. Sonra burada nə edirik? Bu yerlərini dəyişdiririk, yazırıq belə. Mənfi 15 kiçikdir mənfi 3x, bu da kiçikdir nədən? 12-dən. Artıq bunu, buranı mən silirəm, yəni qarışdırmayasın. Sonra alt-alta görürsünüz, eyni işarəli bərabərsizlərdir. Alt-alta toplayanda yenə nə olur? 3 mənfi 15 elədi mənfi 12. Y çıx 3x, 7 ilə 12 topladıq, elədi 19. Buna ehtiyac yoxdur. Elə birbaşa alt-alta çarpa çıxırsınız. Həmin bu cavabı
almış olursunuz da. Bax, bunu almış olursunuz. Aydın oldu. Və bu tip suallar hamısını bu şekilde yazabilirsiniz. Başka ne var idi suallardan? Deməli, mən 25-də 22 aldım, amma 21 çıxdı. Mən başa düşmədim, harada səhv elədim. Bax, burada da 4'ü vururuq. Elə ki 4 en böyükdür 3. 4 en 4-ə böyükdür vurdum. nədən? 12'dən. 5'ə vursaq, mənfi 5'ə vursaq, mənfi 5'in böyükdür mənfi 25'dən. Mənfiyə vurduğumuz üçün işarəsini edək. Burada da 3K olur. 3'ə vursaq 3K böyükdür 33. Alt-alta toplayanda nə olur? 4'in, Aa, 5'in plus 3K. Topladıq. 12 ilə mənfi 25 elədi mənfi 13. Mənfi 13 bu da 20. Mənfi 13 ilə də 33-ü topladıq 20 elədi. də. 21, Buradan, bəli, bundan da böyük ən kiçik tam ədəd 21'dir də. Qnyaz da bəli, bayaqlar bəli. deyir ki, yox 20 eləyir. 20'dən böyük nə gəlir Qnyaz? Bu 21. Mən bərabərsizlik bildim. biraz Mən orada bərabər eləmişəm ona görə. Səhv oldu. bərabərsizlik işarəsi, bərabərsiz sualları ümumiyyətlə diqqət tələb edən suallardır. Hər Bəli, zaman yazanda çox diqqətli olmaq lazımdır. Yəni ani bir diqqətsizlik nəticədə cavab gəlib səhv çıxır. doğrudur. Çox sağ ol. Sonra var sual. Mən 5-ə baxa bilərik. 24'ün cevabı biz 38 aldıq da. Mən 19 çıxmışdı, 38 aldıq bəli. O düzəldirəm mən. Yaxşı. Sonra 5-ci suala baxa bilərim mən. 5. Aydan var başqa buradan sual sənin? Mənim bəli var. O da Qnyaz deyənlərdən idi. Hə, bu 5-ci sualda da bax bərabərsizliyin keçən dəfə yenə Çox soruşduğum şeyi soruşam. Qnyaz 2x çıx Bu çox 12 rahatdır. modudan kiçikdir. Mənfi 3 olsa bunun həlli nə olar? 2x çıxılsın. 12 12 kiçikdir mənfi kiçikdir. 3. Həlli nə olar bunun? 2x çıxılsın 12 kiçikdir mənfi 3. Bir dəqiqə. Mən yenə qiymət qoyum bir dənə. Həssəyə Mən bax, yox, həssə. boş çoxlu. Mən şeydən moduldan Hə, həmişə boş müsbət. çoxda keçən dəfə buna nə qədər sual verdim. Yenə də qarışdırırsan. Ha, bu mənfi 3'lük qurtardı getdi. Boş çoxlu oldu. Mənfidirsə axı həmişə müsbət çıxır moduldan. Hə, indi burada da deyir bunun yeganə həlli. Bu görsən kiçik bərabərdir. Yeganə həll olması üçün bu bir dənə nə ola bilər? Bir dənə həll olmasın, bu kiçik bərabər 0 olarsa olar. O da x neçə olanda 6 göndərdə bərabər var axı burada. Hə, bə. Deyir yeganə həlli var. Bərabərsin yeganə, yəni bir həlli var. O da nə vaxt olar? Bura 0 olanda olar da. Onda yazırıq A çıx 4 bərabərdir 0, A da bərabərdir 4. Bu əslində şifahi sualdır. Ya burada çətin bir şey yox. Bəli, Çox sadə sualdır. Sadəcə diqqətli olmaq lazımdır. Bax bu yeganədirsə bu 0 olmalıdır. Qurtardı getdi. Mənfi ola bilməz. Müsbət olsa da bir dənə həll olmayacaq. Deməli bir dənə həll olmasın, buranı ancaq 0 götürəndə olur. Aydın oldu. Bə. Sonra nə idi? Bir də mən 15 soruşdum da. Hə, 16 bir də. 16 bir də 18 başqa yox idi. Neçədən oldu toplam? Mən saymadım. 5, bir dəqiqə 1, 2, 3, 4. Mən burada hələ ki 3 dənə də səhvim var idi. Onlar düz çıxdı. Bir dənə 5 dənə mən. Hə, deməli 2, 1 plus kökdə 15. Buradan da kökdə 60-ı necə yaza bilirik? 2 kökdə 15 kimi. 2 kökdə 15. Ona görə buradan da 2-ni çıxardanda da bunu biz belə Kökdə bir 15 dəqiqə kimi. belə yazaq. Birinci şeydə x-ləri sol tərəfə x-ə. 2 kökdə 15 x çıx 2x böyükdür. Kökdə 60-ı da yazıram nə? 2 kökdə 15 2 çıx kökdə 2. 15. Bu 2-ni də sağa keçirdim. Buradan 2'ni 2x'i çıxardanda nə qalır? Kökdə 15 minus 1. Buradan da 2'ni çıxardanda nə qalır? Kökdə 15 minus 1. Aydındır burası. Bə. İndi buradan bunlar ixtisar gedir. Eyni şeydir.
Əslində 2-ni də birbaşa apara bilərdim, amma aparmadım. 2x böyükdür 2, buradan x böyükdür 1. Ən kiçik tam həllidə nə olur? 1-dən böyük ən kiçik tam həllidə nə var? Ki, Mən 2. mən köçd 15-ləri xısar eləmişəm. Nə tər ixtisar eləyə bilərsən onu? Elə şey olar. Onlar bir tərəfə keçirmişəm. Nəsə Elə, qarışıq bir şey oldu mənə. elə ixtisar eləmək olmur axı. Və qarışıb. Məsələn, bu 11-i cəmlə izah edə bilərsən. 11'i ha yazmışım. Durun bakın görüm. 11'de deməli burada bu şeydi 3'tü. X yukarısı 3. Sıfıra beraber eləmək üçün 3'tü. Və o birisi də 3'ün özü də daxil olmuş. Hayda bunu necə yazmışdım? Belə mən bunu yazmışdım belə. Şeydə 3 nöqtə qeyd etmişdim. Biri -3 idi, biri -3 idi. Hı, ona görə yazmışsan. Bəli, sonra da şeydə ədəd oxunda göstərmişdim və ortasını seçmişdim. Çünki müsbət olan ortası idi. Öz yazdığıma baxıram. Ha, yəni bura həmişə müsbətdir də. X kvadrat plus 9. Bəli, ona heç Həmişə baxmıram müsbət. onsuz Bunu da. atdın. Yəni bununla Ancaq üstə. bu bərabərsi eyni güclü bərabərsi. Ha bu olsun, bu olsun. Dəxli yoxdur. Evet. Bu da nə olur? X çıx 3. X plus 3. Kiçik bərabər 0. Bunda cavabı nə olur? -3, 3 parçası. Bəli. Daha Mən də elə doğrusu yazmışdım kiçik onu. bərabər 0 olanda arasına götüreyim. Aydan yoxdur da sualın. Müəllim 9-daydı. O da cavabı düz tapıb variantı seçmişəm. Hə, başqa yoxdur. Xeyr. İlyas bir də neçə dedin sən? 14? Mən 18 də var idi. Hə, 18 yadımdan istəyirsən. Bu 17-ni necə yaza bilərsən Günyaz? Deyə bilərsən mənə? 17. Bəli, deyə bilərəm. Hə, Mən 17-də birinci x plus 1 böyük bərabərdir 2. Oradan olur x böyük bərabərdir 1. Sonra 3x çıxılsın 2 böyük Aa, elə bərabərdir 2. olmur axı, elə olmur axı. Yenə də Nə bax, mən yenə də o köhnə qayda ilə yazırsan. Nətər olar Aydan? Mən təzə qayda yenə yadımdan çıxdı. Nətər x plus 1 2-dən böyük eləyirsən? Onun hansı məntiqi əsasa görə yazsan elə? Bəlkə 0-dan böyükdür, bəlkə -5-dən böyükdür, bəlkə 1-dən böyükdür, bəlkə 10-dan böyükdür. Hə? Onu nəyə görə elə deyirsən? X plus 1 böyük bərabərdir 2. Elə şey olar. Aydan sən Mən bunu belə yazsam, təxminimcə deyirəm. təxmini zad Orada getmir. x Orada plus o 1 Dünyaz, vurulsun. təxmini Bəli. burada heç bir şey yoxdur. Hə, Bunun müəllim, orada həlli var. Yol olarak belə bir dənə yol ağlıma gəldi. X plus 1 vurulsun 1, yəni orada 2-nin məxrəci də. Oradan da 3x çıxılsın 2 vurulsun Yox, 2. elə də Onları olmur. vursam 6. Olmaz. Yox, səhv olur Elə onda da. Elə də səhv olur. Hə. Aydın sən nətər yazmısan? Orada biri 2 olur, biri 1 olur. En böyük 50'in değil. Biri de şeyde daxildir içine. Yaxşı, bu açıq sual olaraq düşüb deyir ki, bunu həll eləyin. Elə həll eləyəcəksiniz. Bəlkə keçən dəfə dedi axı. Cəmilə sən nətər yazmısan bunu? Mən Kustar üsulla məntiqlə gördüm ki, bu 2-yə bərabərlədim yuxarını. 2 oldu. O zaman x1 oldu. Aşağıda da cavab çıxdı onsuz da. Elə olmur. Yəni bunun Bəli, həlli bəli. var. Çıx 2 böyük bərabər 0. Sonra ortaq məxrəc 3x minus 2-dir. X plus 1 çıxılsın 2 vurulsun 3x minus 2. Ben Yəni onda da müsbət olur -5 x üstə gəlsin 5 böyükdür 0 böyükdür bərabərdir 0-dan və yaxud da 1 çıxılsın x bölünsün 3x çıxılsın 2 böyükdür bərabərdir 0. Orada da metod olanlar var ki x 1'ə bərabər olanda 0-a sayılır. Amma 3-də 2-yə bərabər olanda artıq məxrəc 0-a gedir. Ona görə də 3-də 2-ni götürmürük. yox, bunun həlli var. Həlli belə olur. Bunun həllini belə çarpaz vurmaqla bir dəfə düz alarsınız, başqa sualda səhv alarsınız. Sonra cavab gəlib səhv çıxacaq. Bunun həmişə ax plus b, cx plus d böyük bərabər 0. Bu şəklə salıb sonra həll edirik. Burada görsən, bax 2-ni nədir? Sola gətirdik. 2-ni sola gətirib, sonra bu 3x minus 2-ni vururuq -2-yə, sürətdən çıxırıq. X plus 1-dən çıxırıq bunu.
Nə qalır burada? Qalır -5x. 4 üstə gəl 1. Bu da 5. 3x minus 2 böyük bərabərdir 0. Düzdür? İndi bunu həll eləyəndə nə olur? 5x plus 5 bərabərdir 0. İntervallar metodundan. -5x. X oldu nə? X oldu 1. 1. Sonra 1. 3x minus 2 bərabərdir 0. X də bərabərdir 3-də 2. Bunu yaz, bunu belə yazmaq lazımdır. 3-də 2, bu da 1. Ayırdıq bunu. İndi 1-dən sağda, bax burada buna baxırıq da. Bunun qabağı mənfidir, bunun qabağı müsbət. O zaman mənfi ilə Ona başlayır. görə bura olur mənfi. Müsbət, mənfi. Bizdən Mənfi. soruşub böyükdür. Onu Böyük də müsbətə hansı götürürük. araldadır? 3'teki ilə 3-də 1. 2 ilə, amma 3-də 2 daxil deyil. Çünki məxrəc 0 ola bilməz axı. Ya Bəli. bu daxil deyil, bu isə daxildir. 1 isə daxildir. Ona görə 1. Ona görə cavab olur 1. Bunun həlli belədir. Yəni bunu yazı tələb edən sual olaraq yazsanız, bu şəkildə yazmasanız, onu təxmin edib tapsa sizin balınızı kəsəcəklər orada. Düz tapsanız belə. Çarpaz vurmayla olmaz dediniz də onu. Qətiyyən çarpaz vurmaqla olmaz. Çarpaz vurma nə tər ola bilər? Məsələn 3x minus 4 bölünsün tax ki 5 böyükdür 2. Burada vura bilərsən. 1, 1, 2 müsbət ədəd. Amma sən burada bunun müsbət və ya mənfi olduğunu bilmirsən axı. Müsbət olanda işarə dəyişir, mənfi olanda işarə dəyişir. Onu bilmədiyi üçün çarpaz vurmaq qətiyyən olmaz. Bunu dərs Aydın. keçərkən izah eləmişdim mən. Amma burada ədəddir. Ədəd olanda problem yoxdur. Yəni burada məsələn tutaq ki 3-dür. Bunu hər tərəfinə 15-ə vura bilərsən. Və yaxud da hətta bax belə bir şeydir. Məsələn 1 bölünsün x kiçikdir 2. Artıq burada x görürsən məxrəcdə dəyişən. Bunu çarpaz vura bilməzsən. Burada da nə edəcəksən? 1 bölü çıx 2 kiçikdir 0. Sonra nə olacaq? 1 çıx 2x bölü x kiçikdir 0. Məsələn belə düşübsə. Bunu çox vaxt uşaqlar belə yazır. 1 kiçikdir 2x, x də böyükdür 2-də 1-dən. Ah, getdi səhv. Burada nə olur? 0 ilə 2-də 1 olur da kökü. Biri olur 2-də 1, biri də olur 0. Dəqiq götürə bilmirik çünki məxrəc 0 ola bilməz. Bəli. Bu da nə olur? Da 0 Mənfi, götürdüm. müsbət, mənfi. Bunun da həlli olur nə? Bax görürsən mənfi sonsuzluq. Mənfi olduqsuzluq. 0 birləşir 2-də 1, müsbət sonsuzluq. Amma o biri cür yazsan 2-də 1 müsbət sonsuzluq bu tərəfi götürmür də. Bu getdi. Onda cavab səhv. Götürəcək cavablarda da onu qoyurlar adətən çaşdırmaq üçün. 2-də 1 müsbət sonsuzluq. Amma cavab budur əslində. Ona görə bu tip suallarda heç vaxt çarpaz vurmaq olmaz. Məxrəcdə ki, dəyişən oldu, qutardı getdi. Çarpaz vura bilməzsiniz. Hə, ancaq ədəd olanda vurmaq olar. Orada heç bir sıxıntı yoxdur. Başqa? Başqa nə qaldı? Hə, indi Mən bir də 18-i. Mən orada 18-in bu 18-in necə sual aldın? keçən dəfə Dimin test topusunda vardı. Soruşdum. Hələ kimdənsə soruşdum. İzahını da dedi. Elə Məndən Aydandan soruşdum. O zaman soruşdum. onun oxtarı idi. Müəllim, onu mən istəmişəm, düz deyil. Hə, Aydandan soruşdum. Aydan da izahını dedi. Və bunu sən keçən dəfə qulaq Məndə də var. asmadın. Bunun Mən həlli qulaq belə olur. asdım sadəcə. Orada birinci baxdım ki, A necə A kvadratından böyük olar? O hissəsi aydın olmalı. A kvadratı necə böyük ola bilər? Kəsr olanda. 2-də 1-in kvadratı böyükdür. 2-də 1. 2-də 1-in 2-də 2-də 1-in kvadratı 2-də böyük. 1. 2-də 1-də görsən kvadratı A-dan kiçik ola bilər də, yəni. A daxildə nə bəli, olur? neçə də 0, 1. İndi bu A-nın yerinə nə qoyuruq burada? 0 qoyuruq. 7 çıx 5 A-da. 5 vur 0. Bu nə olur? 7. 1 qoyanda nə olur? 2. Yəni bu 7 2. çıx 5A olur hansı arada? 2, 7 aralığında. Yəni parça olur. 2 ilə 7 daxil olur. İndi ifadənin tam qiymətlərin cəmi nə olur? 2, 3, 4, 5, 6, 7. Bunlar da 11, 7, 18, 20, 27. Ya bu bərabərsləri biraz çox işləmək lazımdır. Orada qarışıq sual tipləri çox olur. Diqqət tələb edən suallar çox olur. Ona görə bunu təkrar bir daha baxın. Mən köhnə hazırladığım testlərdən varsa onlardan bir dənə də atacağım. İşləyərsiz təkrar.
Yaxşı, başqa qalmadı ki sual. Vaxtımız da qurtarır. Yoxdur sual. Cəmilə, sənin sualın var. 14 zəhmət olmaz. 14. Bunu əslində bəlkə də özüm həll edə bilərəm. Kiçik Amma bunu bərabərdir eləyəm. 0. Bir dənə bərabər 0 halı ödürdü. O da -2 ilə müsbət Bəli. 2-dir. X ikisidir. Ah, Yəni cavab mən D onu bəndi. yaza D. bilərmiş. D da A deyil. A da parçadır. Bu görürsən belə yazıb, yəni -2 ilə 2 ödəyir bunu. Başqa ədəd ödəmir. Mən orada fikir verməmişəm bərabər işarəsindən. Ona görə boşluqluq yazmışam ki, bu şeydir. Ayda. Bir dənə Mən 2. Səndə də diqqət istəyir. bəli, o xətti görməmişəm. Ona görə düşündüm ki, şeydən moduldan axır şey çıxmır mənfi. Necə kiçik ola bilər? Yaxşı, başqa? Başqa yoxdur ki. Yox. Burada da bax nə edirik? Bu sualda da 22-də. X-in yerinə bir dəfə qoysam -2. -2 qoyanda nə olur? Deməli alır burada X-in Mən yerinə sıfırı məncə olmur, ona görə səhv olub. Bir Nəsə dəqiqə baxdım, 6 sıfırı qoyanda alınmır. 2y üstə gəl 4 bərabərdir 0. Buradan da y bərabərdir nə olur? -5. Deməli ən kiçik olur -5, amma -5 daha. Çünki -2 qoyanda oldu axı. -2 də almadığı üçün y də -2 qoyanda -5-i almayacaq. Burada baxma belə yazdığımıza. Bir də 4 qoyuruq. X-in yerinə 4 qoyanda nə olur? -12 2y üstə gəl 4 bərabərdir 0. Buradan da 2y bərabərdir 8. Y də bərabərdir -12 -12 -8 4. Bir dəqiqə düzəldim ekran. Hə. X yenə 4 qoyanda deməli oldu -12 plus 2y plus 4. Buradan da Y-də 4. y-də 4. 4 olan hə düz olur da y-də 4 olur. Hə, indi buradan da 4 isə daxildir. Bəli. Deməli, indi bu arada tam ədədlər nə olur? Hansı tam ədədlər var? -4, -3, -2, -1, 0, -4, 1, 2, 3. -3, -2, -1, 0, 1, 2, 3, 4. Bunları da toplayanda hamısı gedir də qalır 0. Bəli. Sən nətər almısan cavabı 1, -1. Mən bildim nəyi səhv hesablamışam. Baxdım səhifimə. Düz getmişəm yolu, amma 0 da qoymuşam yerinə. Ona görə 0-dan çıxmır heç nə. -2 çıxır, yəni bir dənə 2 artıq çıxır. Əslində -5,5, bir də 5,5 alınır. İndi baxıram 0-ı çıxartsam. Ola da toplayanda 0 Ay eləyəcəm. Günəş, bax yenə deyirəm. Burada sən y hansı arada qiymət aldıqca x-i yenə bir də -2 qoysan, y daxil olmur. Bax -2 qoyanda -5 aldıq da. Bax -5 daxil eləmədim. Bir də 4 qoysan, 4 qoyanda da aldıq nə? 4 aldıq da yenə. Y-in qiyməti. Bəli. Bəli. 4 isə 4 aldığı üçün y 4-ü alır. Su qutar get. Y bu aralıqdadır. X bu aralığdasa y də -5 4 aralığındadır. Başqa heç bir Bəli. şey ehtiyac yoxdur. Başqa qalmadı ki sual. Deyəsən yox. Aydan sənin sualın qalmadı. Xeyr, mənim. Cəmilə səndə qaldı. Yox, mənim baş. Mən 9-cu sualı kim deyər mənə həllini? bilmirəm. 9. Mən 9-da birinci orada şeydən diskriminantdan, yəni qiymətləri A-nın biri -4 olur, biri də 3 olur. Hə. E, Nə olur ondan onda? ondan da A-3. A üstə gəlsin 4. A-3. A Hə üstə və gəl yəni 4. orada da A çıxır 3, bir də A üstə gəl 4. Hə, indi x böyükdür A plus 4-dürsə işarət dəyişib. Onda A-3 nə olmalıydı Hə. burada? A-3-ə bölmüşük də biz. A-3-ə Bəli, böləndə onlar işarə getdi. əksinə dəyişib. Onda A-3 deməli nə Hə, olur burada? orada da mənfi. Mənfi olub. A da kiçikdir 3-dən.
Mənfi Bəli, sonsuzluq 3. bəli. Okey, problem yoxdur. Xeyr. Yaxşı. 4'ü deyə bilərsən, Qnyaz? Neçə müəllim? 4'ü. Mən 4-də birinci x çıxı 3 böldü -7. Mən orada həmişə mənfi sonsuzluqdan müsbət sonsuzluq olur. Hə, Çünki nə yaxşı. qoysam ondan Aydındır. böyük olurdu mənfi. Ya, artıq başa düşdün də onu. Hə, bəli, başa düşdüm. 7-ci sual nətər yazmısan bəs? 7. 7. Mən 7-də birinci o x kvadratı çıxılsın 9-a atmışam. Eləyir x çıxılsın 3, x üstə gəlinsin 3. Hı -hı. Burada mən o x çıxılsın 3-ləri apara bilərəm. Yox, qətiyyən. Orada plus var. Lap plus olmasa, vurma olsa biri moduldadır, biri modusdur. Yenə apara bilmirsən. Hə, sonra Mən cavabda necə? -3, müsbət 3 almışam, amma elə getmişəm. Cavab -3 olur. Amma niyə? Çünki bura həmişə müsbətdir. Moduldan həmişə Ancaq müsbət yuxarı eləyir. çıxır. Hə, modul x çıx 3 həmişə müsbət deyir. Üstə gəl 3 yenə müsbət. Onda bir dənə nə olmalıdır? Bu x kvadrat çıx elə kiçik bərabərdir 0. Yəni bu Bəli. bərabərsin həlli ilə bu bərabərsin həlli ilə eyni güclüdür. Onu da Ona görə açırıq 3 cavab o. çıx. X Hə, çıx mən 3. 3 üstə gəl 3. bəli. Bu aşağı həmişə müsbət olduğu üçün belə olur. Amma burada misal üçün belə deyim də, bəs burada belə bir şey olsaydı, bura olmasaydı, sadəcə belə olsaydı nətər olardı Cəmilə? Yəni dəyişmədi çünki moduldan müsbət çıxır ancaq. Dəyişməzdi, amma burada 3'ü götürə bilməzdi artıq. Çünki Bəli. 3 qoyanda Çünki nə olmaz olur? 0 olacaqdı. Məxrəcdə 0 ola bilməz. Hə, ona görə o 3'ü çıxardacaq. Yenə cavab -3 olacaqdı, amma 3 daxil olmazdı. Çünki 3 qoyanda nə olur? Məxrəc 0 olur. Bəli. Yaxşı. Sən bilirsən də bərabər istəyirsən, tam başa düşməmişəm. Nədir sənin problemin? Mən Hə, bəzi suallarda bilmirəm, yəni hardan başlayacağımı bilmirəm, panikləyirəm, eləmirəm. yox, problem elə çox ciddi problem yoxdur. Yaxşı, sualınız yoxdursa, o zaman keçək ardıcıllıqlara, ədədi ardıcıllar, silsilələr. Başlayaq. Nətərdir ardıcıllarla aranız? Yaxşıdır, bunun ən sevdiyim şey idi. Keçən imtahanda heç salmamışlar, çox əsəbləşmişdim. Niyə keçən düşmüşdü? Həndəsə düşmüşdü deyəsən, ya da ədədi Yox, deyildi ya. bir dənə sual düşmüşdü. Özü çox rahat sual idi, buraxılışa. Ha, Aydın sənin yadına, sən neçəncidə vermişdin? Birincidə vermişdin, yoxsa ikincidə? Müəllim, mən ikinci zonlaydım. Birincidə var idi. Birincidə məsələn belə bir dənə sual var idi. A-ın bərabərdir yazmış, nəsə belə ki, ümumi hədd düsturu ilə verməsə tutaq ki 4. Deyir ki, A2-ni tap. Nə? Burada da eynin yerinə 2 qoyub tapırdı. Yəni bu qədər sadə sual idi. Çox sadə sualdır. Demək olar Mən ki, 11-ə düşürdü, hə, ancaq. Bizdə düşmüyor buna bəli. görə. Yo, 11'ə deyəndə sən gələn 11 olacaqsan, sənin də düşəcəkdi onda. Hə, yəni 9-da deyirəm düşməmişdi. 9'da, yox, 9'da silsilə olmur. Silsilədən düşmür. Mən keçməmişik, ona görə deyirdim, Hə, hələ təzə. 9'da düşmür, 11'də düşür. Yaxşı. Bəli. Ədədi ardıcılıqlar nədir? Naturallər çoxunda təyin olunmuş funksiya. Bu nə deməkdir? Funksiya mən bu cümləni izah edeyim nə deməkdir? Yəni naturallər çoxluğunda deyəndə məsələn müəyyən ardıcıllıqlar verir. Ədədlər ardıcıllığı da bu müəyyən bir qaydaya görə düzülmüş ədədlər ardıcıllığı verir. Burada məsələn biz buna birinci əhd deyə bilərik, ikinci əhd, üçüncü əhd, dördüncü əhd. Yəni nömrələmə, hədlərin nömrələri natural ədədlərdən olur. Məsələn, deyə bilmərik 0-cı əhd, deyə bilmərik -5-ci əhd. Deyəndə həmişə birdən, müsbət naturallər olaraq 1-dən, 2-dən, 3-dən bu şəkildə saya-saya gedirik. Misal üçün belə bir şey olsa, deyək ki, x-in bərabərdir 3 bölünsün n-7. Məsələn, bu ədədi ardıcıllıq ola bilməz. Niyə görə? Çünki burada x-ə biz 7 n-ə 7 verə bilmərik. 7 versək nə olur? Bu olur 0. 3 böl 0. Axı sıra da bölmə yoxdur. Ona görə bəzən sual düşür, deyir ki, aşağıdakılardan hansı
ədədi ardıcıllığın ümumi hədd düsturu ola bilər. Ümumi hədd düsturu da nədir? Yəni hər bir həddini tapmaq üçün istifadə olunan düstur. Və burada biz belə bir şey olsa, bunu verə bilmərik. Çünki biz burada artıq 7-ci həddi tapa bilmirik. Amma n plus 7 olsa, bu artıq ədədi ardıcıllıq ola bilər. Çünki n-in bütün, yəni bütün natural qiymətlərində, bütün natural ədədlərdə bu təyin olunub. Yəni 1 olanda da, 2 olanda da, 3 olanda da n-in bütün natural qiymətlərində mənası olduğu üçün buna biz ədədi ardıcıllığın ümumi hədd düsturu deyə bilərik. Ona görə burada deyil, naturallər çoxluğunda təyin olunmuş. Yəni əgər naturallər çoxluğunda, yəni hər hansı bir natural ədəddə onu həll etmək mümkün deyilsə, hər hansı bir həddini tapmaq mümkün deyilsə, ona biz ədədi ardıcıllıq deyə bilmərik. Mən Burası 2 dəqiqə gələrəm, siz davam edin. yaxşı. Sən belə dərsləri buraxırsan, sonra da arada qırılmalıq olur, sonra sən başa düşə bilmədin. Yox, Elə bunu başa düşəcəm, problem olmayacaq. Gələrəm indi. yaxşı. İndi deməli baxırıq burada. Məsələn görürsən birinci həddin tapmaq üçün x-in yerinə 1 qoy. 2 qoyanda 2 vur 3 6. 3 qoyanda 3 vur 4 12. Bax bu bir dənə ədədi ardıcıllıqdır. Və hər bir həddin tapmaq n-in bütün qiymətlərində də bunun mənası var. Birinci hədd 2-də 1-dir. İkinci hədd 6 və s. bu şəkildə getmiş olur. Yəni bu tərif olan hissəsi belə. İndi n-ci hədd düsturu ilə verilən ədədi ardıcılığa məsələn bu şəkildə. Keçən də belə bir dənə sual ilə düşmüşdü. Təxmini. Məsələn burada deyək ki 7-ci həddir. N-in yerinə 7. 10-cu hədd n-in yerinə 7 qoyulur. Yəni ədədi ardıcıllar n-ci hədd düsturu ilə verilir belə. Buna deyilir ümumi hədd düsturu. Yəni hər bir həddini tapmaq üçün istifadə olunan düstur. Bir də rekurrent münasibətlə burada nədir? Məsələn həddin biri verir, digər həddləri tapanda bundan istifadə edir. Məsələn burada n-in yerinə biz 2 qoysaq, nə olur burada? A2 bərabərdir 2A1 plus 1. A1 də verib bax əvvəlcədən 1. A1-in yerinə 1 qoyuruq, cavab olur 3. Sonra artıq A3-ü tapanda A2-dən istifadə edəcəyik burada. A3 bərabərdir 3A2 plus 1. A2 nə verir burada? 3. A2-nin yerinə artıq 3 qoyub bu şəkildə hər bir həddi tapa bilirik. Burada problem yoxdur ki. Aydındır bu. Hə, Qınyaz, aydın. Aydın, sən nə təbilsən silsilələr, ədədi ardıcılıqlar, silsilələri? Müəllimələrdə yaxşıyam. Problem Doktorlarda yoxdur. yadımdadır. Xeyr, orada yox. Yaxşı. Mən də loqaritmada mən səhv yazmışdım. Laqaritma, yaxşı. Onu izah edəcək. Çətin deyil əslində laqaritma. Biraz Mən düstur var səhv orada. trigonometriyanı yazıram rahat. O elə səhv onu da eləmişəm. Laqaritmada. Bəli. O çətin gəlir, öyrənə bilmirəm onu. Elə bir əkəbəbəb kimi də o da mənim üçün. Hə. Əslində orada düstur var. Elə çox çətin bir şey yox. Düstura biləndən sonra rahat tapmaq olur. Prosta harda hansı düsturu tətbiq eləmək lazımdır, onu biraz bilmək lazımdır. O çətin ola bilər. Yaxşı. İndi bütün ədədi ardıcılıqlarda, bütün hamısı üçün bu düstur AN bərabərdir SN çıxılsın SN minus 1. Bu niyə görə belə olur? Misal üçün bunu mən burada izahını verim. Niyaz, problem yoxdur ki buralarda. Mən orada niyə A3 bərabərdir 2A plus 1 nəsə bir şey oldu? Harda? Burada. Mən orada A3 bərabərdir 3A plus 1. Orada n-in yerində axı N'in 3 yerine durur. burada bax 1 qoyanda 1 plus 1 nə olur? A2. Burada Bəli. 1 qoyanda nə olur? 1 plus 1 nə olur? 2. N'in 2. yerinə harda n var? Yerinə 1 Hə, qoyursan. o da var. Hə, onu görməmişəm. Hə, bildim. Burada 3 qoyanda nə olur? 2 qoyanda nə olur? N'in yerinə harda n var? 2 qoyanda A3. Burada nə olur? N'in yerinə nə qoymuşuq biz? 2 qoymuşuq da. Bəli, 3. Burada n'in yerinə 2 qoymuşuq daha doğrusu artıq burada deyirsən də sən. Hə, N'in yerinə 2 qoyanda buradakı nə olur? n-də də 3 qoyuruq. A2 plus 1. Aydın oldu. Hə, aydın oldu. Bəli. Mən bir də ki bir şey soruşmaq istəyirdim. Mən Hı. məxrəc bilirəm, sıfır almır. Amma niyə görə sıfır almır görəsən? Sıra bölmə yoxdur axı. Yo, Sənə bilirəm deyirəm ki, onu. Başqa cür açılış olur. hə, belə deyim də, Qınyaz. Əslində sıra bölmə nətərdir? Bəli. Məsələn, sənə vermişəm bir dənə alma, deyirəm 0 yerə böl. Bölə bilərsən? Xeyr. Demə ona görə bölmə yoxdur. Burada 0 yoxdur axı. Nə var? 0. Yox. Heç bir şey yox. Verirəm 5 dənə alma, deyirəm 0 yerə böl. Bölə bilərsən? Yox.
10 dənə alma verirəm, deyirəm 2 yerə böl. Bölürsən. Düzdür, 5-5 düşür. Amma 0 yerə böl Hə. deyəndə sıra bölmə olmur axı. 0 yoxdur axı. Hə. Kəmiyyət deyil axı. Nə deyirsən? Necə böləcəksən? Amma belə məsələn limitdə zətdə keçəndə ədədi əslində o bölmə sayılmır da. Məsələn deyir ki 5 böl 0. Onda nə olur? Sonsuzluq olur. Yəni sonsuzluq nə deməkdir? Qeyri-müəyyəndir. Yəni müəyyən deyil. Ona görə sonsuzluq yazılır. Limitdə zətdə məsələn ədədi sıra böləndə sonsuzluq götürürlər. Amma belə biz deyəndə deyirik sonsuzluq yoxdur. Yəni bölmə yoxdur sıfıra. Keçdik buna. İndi bu nə deməkdir? A-ın bərabərdir SN çıxılsın SN minus 1. Niyə görə belə yazırıq? Bunu mən izah edeyim burada artıq. Misal üçün deyək ki S2 bərabərdir nə olur? İki cəhdin cəmi olur da. A1 plus A2. İndi həmişə də ilk bir həddin cəmi elə birinci hədd. Bir həddin cəmi elə A1 olar da. Onda burada nə olur? S1 plus A2. Buradan A2'ni tapanda nə olur? S2 çıx S1. Məsələn S3 yazsam nə olur? A1 üstə gəl, A2 üstə gəl, A3. A1 ilə A2'nin cəmi bizə nəyi verir? S2'ni. Düzdür? Buradan A3'ü tapanda nə olur onda? A3 bərabərdir. S3 çıx S2. Aydın oldu, burasını yaz. Bəli. Deməli, indi eyni şəkildə yazanda onda A-ın bərabərdir nə olur? SN çıxılsın SN minus 1. Bu həm ədədi silsilə də, həm də həndəsislə də keçərlidir. Yəni hamısında bu düstur doğrudur. A-ın bərabərdir SN çıxılsın SN minus 1. Okay, burada problem yoxdur da yəqin ki. Bunu keçək o zaman. İndi gəlirik davamına. Məsələn, belə bir dənə sual var. Deyir ki, ilk n həddinin cəmi 2 üstə n minus 1 plus 1 olan ardıcılığın 5-ci həddini tap. Yəni, Sn bərabərdir nəyə? Sn bərabərdir 2 üstü n minus 1 üstə gəl 1. Düsturumuz budur. A-ın bərabərdir Sn çıxılsın Sn minus 1. Burada A5 soruşur da. Deməli, n-in yerinə nə qoyuram mən? 5. 5-ci həddir. Ardıcılığın 5-ci hədd. S5 çıx S4. Birinci nə edirik? S5'i hesablayırıq. Yəni düsturumuz budur da. Buradan da S5 n'in yerinə 5 qoyanda alırıq nə? 2 üstü 5 minus 1 plus 1 17. S4 də 2 üstü 4 minus 1 üstə gəlir 1. O da 9. İndi A5 də bərabərdir S5 çıx S4'də axı. Ona görə cavab nə qalır burada? 8. Burada aydındır. Keçirik bunu. Gəldim mən. Yaxşı. Mənə tam çatmadı. Harası bax? Sn düsturu nədir burada? Mən düsturu bildim, amma düstur hesablanmasını niyəsə beynim Bizdən nə qarışdı. soruşur? 5-ci əhd soruşur da. A5 bərabərdir. N'in yerinə 5 qoyanda nə olur? S5. Bax, burada A-ın bərabərdir. Sn çıxısın Sn minus 1 deyil. Dünyaz. Bə. İndi N'in yerinə 5 qoyanda nə olur? S5 çıx S4. Mən niyə 4? Hə, orada n çıx 1-dir, hə? Elə bildim Və, orada və biraz əvvəl Sn izah elədi çıxır. axı bu düsturu. Dedim bu niyə belə Mən oldu? onu başa düşdüm, amma elə başa düşdüm ki, elə bildim Sn çıxılsın Sn, ümumi çıxılsın 1. Ancaq Sn çıx 1 yox. Yo, Ümumi indeksdə Sn minus 1-dir. Elə ümumi Hə, ola bilməz indi ha. başa düşdüm. Hə, bildim. Hə, indi bir dəfə 5 qoyuruq, bir dəfə də 4 qoyuruq. Sonra da S5-dən S4-ü çıxanda A5 tapmış oluruq da. Hə, bə başa düşdüm. Keçdik. Bu qalsın bu sual. Bunu hələ izah eləmir. Bu biraz çətindir. Model sualdır. Elə çətin sual düşməz. Yəni imtahana hələ indiyə qədər elə sual düşmür. Bu qalsın. Sadəcə mövzunun içərisində test topusunda vardı. Ona görə izahını qoymuş ora. Deməli, indi gəlirik biz nəyə? Ədədi silsilə. Ədədi silsilə nəyə deyilir? İkincidən başlayaraq hər bir hədd özündən qabaqki ədlə sabit bir ədədin cəminə bərabər olan. Misal üçün burada görürsünüz. A1, A2, A3 və s. ayın bunun üzərinə 3 gəlib. Sonra 11-in üzərinə 3 gəlib. Sonra bu şəkildə 14-ün üstə 3, məsələn 17. Bu şəkildə gedir. Həmin o sabit ədəd var. Bax, 3 artıb da. Həmin bu sabit ədədə deyilir silsilə fərqi. Yəni burada D nəyə bərabərdir? 3-ə. Birinci ədəd nədir? 8. İkinci ədəd nədir? 11. Bax, 8-in üstə 3 gəlmişik, 11 almışıq. Aydındır burası. Deməli,
İkinciden başlayaraq hər bir hədd özündən qabaqki hədd ilə sabit bir ədədin cəminə bərabər olan ardıcıllıq adlanır ədədi silə. Əgər hər hansı bir yerdə o qanuna uyğunluq pozularsa, onda o ədədi silsilə olmaz. Yəni hər bir hədd ardıcıl iki hədd arasında fərq eynidir. Dəyişmir. Bu tərif aydın oldu burası. Bəli. Bəli. Yaxşı. İndi bunlar biraz burada qarışıq verilib. Ona görə bunu mən təkrar ayrıca izah edirəm. İndi nə deməkdir? Deməli yazdıq. A2 bərabərdir. A1 üstəgəl D. Sonra A3 bərabərdir. A2 üstəgəl D. Yəni əvvəlki üzərinə eyni bir ədəd. A4 bərabərdir. A3 üstəgəl D. Və s. bu şəkildə yazırıq. AN bərabərdir. AN minus 1 üstəgəl D. İndi bax burada məsələn A3'ü tapdıq da A3'ün yerinə biz burada necə deyim mən sizə bunu? Necə deyim? Məsələn A2'nin yerinə burada biz gətirib yazsaq bunu. A1 üstəgəl D üstəgəl D. Nə alarıq burada? A1 üstəgəl A1 üstəgəl 2-dir. 2D. Sonra gətirib burada bunu yazsaq. A1 plus 2D plus D olanda nə olur? A1 plus 3D. Bax, görürsünüz, A4 bərabərdir A1 plus 3D. Deməli, bu şəkildə gedəndə burada eyninci hədd üstürü alırıq. A1 üstəgəl N minus 1 vur D. Aydın oldu burası Knyaz. Bu düstur. Bəli. Buna deyilir eyninci hədd düsturu. Bunu belə də yazırıq. AN bərabərdir AK M minus K Mən vur həmişə D. A1 olur da. Yəni həmişə olmaya bilər. A1-in yerinə AK. Bu AK niyə görə yazdım? Məsələn yazıram burada. A7 bərabərdir. Buna A1 plus 6D də yaza bilərsən. Və A2 buna üstəgəl 5D-dir. A2 plus və yaxud da A3 Mən yadıma düşdü bu. Bildim A3 hansıdır. plus 4D də yaza bilərsən. Yəni belə də yaza bilərsən. Fərqi yoxdur. Əsas onları toplayanda Hə. o rəqəm etməlidir. Bəli, bu elə ki, bu indekslərin cəmi bunu verməlidir, 7-ni verməlidir. Əsas odur. Və yaxud da indekslərin fərqi D-nin əmsalını verməlidir. İndi buradan biz eni tapsaq, məsələn, buradan biz eni tapsaq nə olur? A-ın çıx A1 bərabərdir M minus 1 vur D. Buradan sonra hər tərəfi D-yə bölsək, bunu siz prosta düstur şəklində hazır formada verilir. Mən çıxarılışını yazıram bunun. Buradan da eni tapanda biri sola keçirəndə nə olur? A-ın çıx A1 böl D üstəgəl D. Buna deyilir hədlərin sayının tapılma düsturu. Sonuncu hədd çıx birinci hədd böl silsilə fərqi üstəgəl 1. Misal üçün məsələn deyirəm ki, tutaq ki, burada deyirəm ki, nə yazaq? Deyirəm ki, tutaq ki 12, 15, 18 və s. ən axırıncıda olsun, neçə olsun? Deyək ki, 123. Məsələn, burada deyirəm, bu ədədi ardıcılıqda neçə dənə hədd var? Deməli, birinci nədir burada? A1, axırıncı 123. M bərabərdir yazıram. 123 çıxısı nə? 12. Böl arada fərq nədir? 3. Üstə gəl 1. 123-dən 12 çıxanda neçə eləyir? Və yaxud da 112. 111. 111. 111-i də 3-ə böləndə 37 eləyir də, düzdür? 37. 37 üstə gəl 1. Deməli, burada 38 dənə hədd var. Yəni, bu A38-dir 123. Hədlərin sayını bu şəkildə tapmış oluruq. Aydındır bu. Bəli. İndi buradan, Knyaz, problemi Hə, o yoxdur 3. ki. 3 o 3 artır deyə oldu da. Hə, başa düşdüm. Bəli, 3 artırdı. İndi buradan var, Bəli. bax, bu düsturdan isə silsilə fərqini tapırıq. A-ın çıx K sola keçilir. D bərabərdə nə olur? A-ın çıx K bölünsün N çıx K. İndi bunları bu şəkildə əzbərləməyə ehtiyac yoxdur. Onsuz da burada da yazır. Məsələn, A-nın yerinə 123, A1-in yerinə 12, D-nin də yerinə 3 yazıb buradan da tapa bilərsiniz yəni. Orada heç bir problem yoxdur. Amma bu şəkildə yazanda daha tez olur da. Birbaşa axırıncı çıx birinci böl fərq üstə gəl 1.
Silsilə fərqini tapanda da məsələn A-ın çıxa K, N çıx K. Misal üçün yazıram burada. Tutaq ki A30 bərabərdir 15. Misal üçün. Tutaq ki A7 olmasa elədir dostum tam bölünsün də. Tutaq ki A5-də bərabərdir neçə olsun? Misal üçün atıram 45. Da silsilə fərqini tapmalıyıq. B bərabərdir nə olacaq? A30 çıxılsın. Burada bir dəqiqə 45, 55, 55, 45 olmur. 65 olsun. 65. A30 çıx. A5 bölünsün nə? 30 çıx 5. A30 neçədir? 15. Çıxılsın 65. 30-dan da 5 çıxanda nə olur? 25. Bu da nə olur? Mənfi 50 bölü 25. Elədi neçə? Mənfi 2. Deməli, silsilə fərqi mənfi 2-dir. Bu şəkildə silsilə fərqini tapmış oluruq. Aydındır burası da. Keçək bunu da. Bəli. İndi gəlirik nə? Ədədi silsilədə ədədi orta. Ədədi orta nədir? En sayda ədədlərin, məsələn 1, 2, 3, 4-dürsə, 4 Hə. dənədirsə, elə 4-ə Ədədi bölürük. silsilədə amma ədədi silsilədə elə olmur. Ədədi silsilədə ikincidən başlayaraq hər bir hədd özündən eyni uzaqda olan hədlərin cəminin yarısına bərabərdir. Misal üçün A2 bərabərdir yazırıq nə? A1 üstəgəl A3 böl 2. Yəni A1 ilə A3-ün ortasında nə durub? A2 durub da. Onda olan cəminin yarısı A2-ni verir. Misal üçün A5 bərabərdir yazıram nə? A7 plus neçə olacaq? A3 böl 2. Toplayıb indeksə toplayıb 2-yə böləndə bunu verməlidir. Məsələn, AN bərabərdir. Ümumi şəkildə belə yazır. AN çıxa K, AN plus A1 K. üstə K. Hə, indi bir tələsmə bir də. Məsələn, deyirəm A30. 30-dan tutaq ki, neçə çıxıram? 15 çıxıram. Nədə 15 olmasın? 7 çıxıram. 30 çıx 7, 23. 30 plus 7 neçədir? 37. Deməli, A30 23 ilə 37-nin cəminin yarısıdır. Və indeksləri toplayanda 23 ilə 37-ni toplayıb 2-yə böləndə nəyə verir bizə? 30-u verir də. Bəli. Və yaxud da belə yaza bilər. Məsələn, yazıram. A11, 30-dan neçə çıxsaq 11 eləyər. 19. 30 üstə 19 gəlməli. Neçə edir o? 49 böl 2. Və yaxud da yaza bilərik misal üçün. A4, 30-dan neçə çıxsa 4 eləyir. 30, 26. 30-un üstə 26 yarı eləyir neçə? 56. Aydındır burası. Bəli. İndi, bax, bunları silsəm, hər tərəf burada 2 olacaqdı, səhv yazmışıq. Bunu düzəldə 2. Bunları silsək, nə alırıq burada? Bunu da silək də bizə lazım olmadı. Bax, görürsünüz, A23 ilə A37-nin cəmi A11 ilə A49-un cəminə bərabərdir. A4 ilə A56-nın cəmi, deməli, indekslərin cəmi bir-birinə bərabərdirsə, 11, 49, 60, 23, 37, 60, 4, 56, 60. Deməli, indekslərin cəmi bərabərdirsə, həmin nömrəli hədlərin cəmi də nə olur? Bir-birinə bərabər olur. Tutaq ki, belə bir şey yazıb. Tutaq ki, deyirəm A8, üstəgəl A15, üstəgəl A19, üstəgəl, tutaq ki, yazıram 7. Bu verib. Məndən soruşur ki, burada, məsəl üçün, A8 üstəgəl A15. Toplayanda neçə olur? 23. Deməli, onda bu 7 neçə olacaq? Deməli, 4-cü ədəd 4. 7-yə bərabərdir. Birbaşa tapdıq. Yəni, bunu açmağa ehtiyac yoxdur. Çünki 8-dən 5-in cəmi, 15-in cəmi 23 isə, burada da A19-dan A4-ün olmalıdır ki, indekslərin cəmi 23 olsun da. Deməli, 4-cü ədəd 7-dir. Bu şəkildə tapılmış olur. Bu düstura çox əhəmiyyət verməyin, fikir verməyin. Bunlar əslində dediyim şeylərdir. Bu ədədi ortadır.
İlk en həddin cəmi düsturu bax bunlar. Bunlar önəmlidir bir də. Buna deyirik ilk en həddin cəmi. Qalan şeyləri hamısını izah eləmişəm. Bir dənə bu qalıb. Bunu da izaha çox da ehtiyac yoxdur. Onsuz da adı bu qayda ilə yazanda əlavə düstura öyrənməyə ehtiyac yoxdur. Bu qayda ilə yazanda bu elə gəlib özü çıxmış olur. Qalan şeyləri demişəm burada hamısını. İndi burada ilk en həddin cəmi düsturu. A1 plus A-n bölü 2 vur n. Yəni birinci hədlə axırıncı hədd toplayıb 2-yə bölüb vururuq hədlərin sayına. N-ə. Bu hardan gəlib çıxır? Bax bu düstur. Bu düstur hardan gəlib çıxır? Kim deyə bilər? Hardan çıxır bu? 2A1 üstə gəl n-1 vur d bölü 2 vur n. Bu A-nin yerinə A-nin yerinə Ən sıx bir vur D yazılır. o hardan gəlib çıxır? Onu deyim də mən sizə. Bax, elə ki S-n bərabərdir nə olur? A1 üstə gəl A-n bölü 2 vur n-dir. A-n də nəyə bərabərdir? A1 üstə gəl n-1 vur d. Gətir burada yerinə qoyanda nə olur? A1 üstə gəl A1 n-1 vur d bölü 2 vur n. A1 ilə A1'i toplayanda nə olur? 2A1 n-1 vur d bölü 2 vurulsun n. Yəni A-nin yerinə gətirib bu düsturu yazanda bu gəlir ikinci düstur çıxır. Yəni əslində elə bu bir dənə düsturdur. Aydın oldu? İndi məsələn belə bir şey deyirəm. Tutaq ki yazıram burada S tutaq ki 15. Bunu yaza bilərik nə? S15'i yaza bilərik. 9 A1 44. üstə gəl A15 vur 15 böl 2. İndi A1 üstə gəl A15 böl 2 bizə nəyi verir ədədi ortaya görə? Nə olar bu? Verir 6-cı hədd. 6-cı hədd nə? 8. 8-ci hədd. A8. Deməli bunun yerinə biz nə yaza bilərik? 15 vur A8. Deməli tək sayda hədlərin cəmi. Məsələn tutaq ki 23 yazdım da. Bunu yaza bilərik nə? 23 vur üzərinə 1 gəlib 2-yə böləndə nə olur? A12. Birbaşa belə yaza bilərsiniz. Elə ki bunun üstə 1 gəlib 2-yə böləndə A12 verir də. Məsələn A37 yaza bilərsiniz. 37 vur A19. Aydın oldu. Daha tez tapmaqdan ötürü belə bir şey yaza bilərsiniz. Bəli. Problem yoxdur ki burada. Yox. Bəli. Yaxşı. Bunları izah elədi hamısını. Bu qalsın bunu demir. Amma burada məsələn belə bir dənə sual var. Deyir ki arıcın iki nətlinin cəmi S-n bərabərdir. S-n minus 1 üstə gəl 10n plus 1 münasibətini ödədikdə onun 80-dən böyük olan ən kiçik həddinin nömrəsini tapın. Deməli, biraz əvvəl yazdıq. A-n bərabərdir. S-n çıxılsın. S-n minus 1. Bu da nəyə bərabərdir? Bunu sola keçirəndə nə qalır elə? 10n üstə gəl 1. Deməli, A-n nəyə bərabərdir? 10n üstə gəl 1. Dünyaz aydın oldu burası. Bəli. İndi deyir ki, onun 80-dən böyük 80-ə, yəni A8. böyükdür 80 yazırıq. 10n böyükdür neçə olur bu da? 79. 80-dən böyük olan ən kiçik həddin nömrəsini tapın. N də böyükdür nədən? 7,9-dan. Onda böyük olan ən kiçik həddin nömrəsi nədir? 8. Deməli 8-ci hədd 80-lə böyük olacaq. Əslində burada baxan kimi də yazmaq olur, amma Bəli. bərabərsizlik kimi göstərdim ki, yəni görəsiz. Məsələn, başqa sualda belə görmək çətin onda bu şəkildə həll edib tapırsınız. Bu sualı da yaza bilərəm, amma bunun həlli biraz uzun, həm də birinci qrupa düşüb. Günyaz Bu sənin bizə üçün düşməyəcək heç vaxt. Günyazda düşə bilər də. Günyaz birinci qrupa hazırlaşır. Hmm. İzah eləyim sənsin. Hə, birə də düşüb. Hə, bəli. İzah eləyim sənsin. Mən olar. Yaxşı, izah eləyim. Düzdür, vaxtımız gedir. Onsuz bir dənə də link atacağam. Hələ çatmayacaq vaxtımız. Neçədə? Onda dərsiniz var?
Mənim var, informatikam var. Onda Mənim qalsın. yoxdur. Onda qalsın. İzah eləyərəm. Dərs Dimin test topsunda var busa, orada soruşarsan izah eləyərəm. Burada Oldu müəllim. vaxtımız getməsin. Bunlar da əlavə düşdürədir. Buna ehtiyac yoxdur. Bunun heç istifadə olunmur demək olar ki. Bunu da keçək. Dimin test topsunda bu tipdə sual var. Orada yazarıq. Bunları keçək. Vaxtımız çox getməsin. Onsuz da orada soruşanda izah eləyəcəm mən. Bir dənə bunu tez izah eləyim. Bu biraz həlli qısa gedir. Bax, burada S16 soruşur. S16 nə deməkdir? A1 üstə gəl A16 bölü 2. Vurulsun 16'dır. Düzdür. İndi burada bu A5 ilə A12'ni toplayanda neçə eləyir? A17. A17. 7 ilə onu Orada da toplayanda da 17 deməli eləyir. onda buradan çıxır ki A5 plus 2 A12 yox. A5 plus A12 bərabərdir nəyə? A7 32. plus A10'a. O da bərabərdir 32. Hər birisi Bəli. 32'dir. İndi bax qulaq asın. Bəli. 7 ilə onu toplayanda neçə eləyir? 17. Burada da indekslərin cəmi 17. Deməli bu ilə bərabərdir nəyə? A1 plus A16'ya. Bu da Bu eləyir 8. 200. Hə. 256 eləyir. 16 vurun 6 256. Cavab cibən. Tələskənlikdən biraz tələsirəm. Deyirəm yekunlaşdır dərsə. Vaxtımız azalır. Yaxşı. Keçdik. Bunları keçdik. Bunlar qalsın. Onsuz da test topsunda var. Yəni orada mən yenə də soruşarsınız. Orada izah eləyərəm bu tip sual. Onsuz da bunlar görürsünüz. İkinci qrup, birinci qrup. Yəni o blok suallarıdır. Amma bu buraxılışdır. Bunu da orada var. Soruşarsınız, izah eləyərəm. Həndəsi sizə keçək. İndi həndəsi sislə. Həndəsi sislə nədir? Ədədi sislədə hər bir ədəd özündən əvvəlki ədədlərin cəmi idi. Həndəsi sislədə isə hasilidir. Məsələn, bu 1 vur 2. Sonra 2 vur 2. Bax, göz hamısında 2-yə vurmaqla alınıb. Və yaxud da başqa bir dənə də sual yaza bilərik. Misal üçün deyirəm 3. Sonra 4-ə vurduq 12. Sonra 48. Bu şəkildə gedir. Yəni hər bir ədəd özündən əvvəlki ədədə sabit bir ədədin hasilinə bərabər olan ardıcıllıq adlanır həndəsi sislə. O sabit Mən ondan sonrakı ədədində hər bir, ikincidən başlayaraq hər bir. Məsələn, burada 4-ə vurmuş, sonra 4-ə. Burada 4-ə vursan necə? 192. Bu şəkildə gedir də. Məsələn, görsən, Bəli. biri 2-yə vurub, sonra 2-ni 2-yə vurub 4. 4-ü 2-yə vurub 8. 8 2-yə vurub 16. 16 vur 2, 32. 32 vur 2, 64. Bu şəkildə gedir. Yəni, hər bir hətta əvvəlki həftə nəyə vurub? Sabit bir dənə ədədə vurub. Yəni, birində 2-yə, sonra 4-ə vurmaq söhbəti yoxdur. Hamısında yeni bir ədədə vurmaqla alınıb. Yəni, burada nə olur? B2 bərabərdir, B1 vur Q. B3 bərabərdir, nə olur? B2 vur Q. B4 bərabərdir, B3 vur Q. Bu şəkildə gəlir. BM bərabərdir, BM minus 1 vur Q. Həmin bu Q adlanır silsilə vurğu. Aydın oldu. İndi həndəsi sitədə eninci hədd düsturu. Buradan alırıq ki, BM bərabərdir, B1 vurulsun. Q üstü M minus 1. Məsələn, B3 bərabər B2-ni yenə bunu yazır. B1 vur Q eləyib, B1 vur Q kvadrat. Yəni, o düsturun çıxarılışı mən burada izah edirəm. Yəni, çox vacib deyil onu əzbərləmək. Amma bilin ki, yəni, ümumi hədd düsturu belədir. Və yaxud da BM bərabərdir, BK vurulsun. Q üstü M minus K. İndi ümumi hədd düsturu belə də yazılır. Məsələn, görürsən ki, yazır belə BM bərabərdir. Deyək ki, 4 vurulsun. 4 vurulsun. Məsələn, 3 üstü. Deyək ki, nə yazır burada? 5. 3 üstü 5 nədir? 3 üstü n. 3 üstü n. Daha doğrusu başqa şəkildə olur. B1 tapsa buradan yaxşı. Deməli, burada silsə vurğu 3 üstü n olduğu üçün silsə vurğu 3 olmuş olur. Bunu keçək, davam edək. İndi həndəsi sırada elə çox düstur yoxdur. Burada da həndəsi orta var. Biraz əvvəl dedim ki, BM bərabərdir B1 vursun Q üstü M minus 1. BM bərabərdir BK vur Q üstü M minus K. Bunlar
Çox elə əhəmiyyət bu bayaq yazdığımdır. Bu isə gəlir həndəsi orta. Həndəsi orta nədir? İkincidən başlayaraq hər bir hədd özündən eyni uzaqda duran, hər bir həddin kvadratı daha doğrusu, özündən eyni uzaqda duran hədlərin hansına bərabərdir? Məsələn, B2, B3, B4, B5 və s. Məsələn, B2-nin kvadratı nəyə bərabər olacaq? B1 vur B3. B3'ün kvadratı nə olacaq? B2 vur B4 və yaxud da B1 vur nə olacaq? B1 vur nə olacaq? B5. B5. Məsələn, B4'ün kvadratı olacaq. B3 vur B5, B2 vur B6, B1 vur B7. İndi bax, buranı siləndə bir dəqiqə gözləyin. Hə. Bu hissəni sildiyimiz zaman, bax, buranı sildiyimiz zaman nə alırıq? B3 vur B5 bərabərdir B2 vur 6 bərabərdir B1 vur B7. Bax, indekslərin cəmi hamısında 8 eləyib də, düzdür? 8, 8. Deməli, indekslərin cəmi bərabərdirsə, həmin nömrəli hədlərin hası da nə olur? Bərabər olmuş olur. Misal üçün yazıram. B7 vur B31 bərabərdir B15 vur neçə olacaq? 39 eləyib də burada indeksən. 38. Olacaq neçə? B23. 23. Hə. 15, 23 toplayanda B7 ver bu 31 toplayanda hər ikisini və yaxud da B yaza bilərik neçə? Tutaq ki B 10 vurulsun B neçə olur? 28. 28. Aydındır. Deməli, indekslərin cəmi bərabərdirsə, həmin nömrəli hədlərin hası da nə olmuş olur? Bərabər olmuş olur. Bu hissə aydındır. Burada problem yoxdur ki. İndi Dünyaz, problem yoxdur da yəqin ki. Mən xeyr. Yaxşı. İndi burada nə var? Bunu izah elədiyim bu şeydir. İlk n həddin cəmi düsturu. İlk n həddin cəmi düsturu da nədir? B1 vurulsun, Q istəyən -1 bölünsün Q -1. Ya bu düstur önəmlidir. İlk n həddin cəmi düsturu. Bunu əzbərləmək lazımdır. Məsələn, S10 görürsünüz burada yazıb. B1 vurulsun, Q üstü 10 çıx 1 bölünsün Q -1. Yəni birinci hədd olacaq Q olanda S10'u tapa bilərik artıq burada. Bir də var burada sonsuz həndəsi silsilə. Sonsuz həndəsi silsilə nədir? Yəni həndəsi silsilədə iki cürdür. Bir var həndəsi silsilə, bir də var sonsuz həndəsi silsilə. Sonsuz həndəsi silsilədə də silsilə vurğu nə olur? Birdən kiçik olarsa. Burada modul Q kiçikdir 1, düzdür. Q fərqli 0, silsilə vurğu 0 ola bilməz də. 0 olanda olur sabit həndəsi silsilə. O da olmaz da. O sabit olduğu üçün həmişə eyni qiymət almaz. Ona görə burada Q fərqli 0 götürürük. İndi sonsuz həndəsizlərdə cəm isə B1 bölünsün 1 çıx Q-dür. Yəni burada 2 dənə cəm düsturu var. Bir var bildiyimiz həndəsizlər, bir də var sonsuz həndəsizlər. Sonsuz həndəsizlərdə dediyimiz kimi modul Q kiçik 1 olarsa olur sonsuz həndəsizlər. Bax bu sağdakı misala baxın. Birinci vuruq Q 4. Birinci hədd 4-dür. Q isə 2-də 1-dir. Q 2-də 1 olduğu üçün deməli onların cəmini biz bu düsturla tapırıq. B1 bölünsün 1 çıx Q. O da neyini? Cavab 8. Yəni çox rahat bir şəkildə tapmış oluruq. Yəni elə qeyri-adi bir şey yoxdur burada. Okey. Problem yoxdur ki burada. İndi bu nədir? Bir dənə bu var. Bu bayaq dediyimiz hamısında usta keçərlidir. Lap başda ədədi ardıcılığa keçəndə dedimi? Ayın bərabərdir Sn çıxılsın Sn minus 1. Bu həndəsi silsilədə, ədəd silsilədə ədədi ardıcılıq olduğu üçün o həmin düstur elə bunlar içində, həndəsi silsilə içində keçərlidir. Ədədi silsilə içində keçərlidir. Yəni dəyişən bir şey yoxdur burada. Sadəcə burada bir dənə əlavə nə var? İlk n həddin hasili düstur. Məsələn deyək ki, P5 yazırıqsa,
Bunu ne yazırıq? B1 vur B5 üstün olacaq 5. Tutaq ki yazıram B8 yazıramsa ne olacaq? B1 vur B8 üstü 8. Bundan da lap kök çıxarda bilərik. Ne ola bilər? B1 vur B8 üstünə 4. Aydın oldu. İndi burada məsələn bunu biz davam eləyəsi olsaydı B1 ilə B15'in hası bizə nəyi verir? B1 ilə Mən 8-dən çıxartdınız kökü. hədə 2-də 8-də 2 ilə 8 deyil. Bu 2-də 8 eləyir. 2-də 8-də 4 qalır da. Bunu yaz. 2-də 8. Bunu yaz. Məsələn Hə. belə A üstü 8 olanda nə olur? Aa, A, hə, bildim. O bölmə kimi n böl n olan var idi. Mən elə idi də. A4'ün kvadratıdır da bu kökün Hə, altında. Kvadrat gedir elə hə, A hə, üstü. bildim. Yaxşı. İndi B1 ilə B15'in hası bizə nəyi verir? Həndəsi ortaya görə nə olar bu? B16. Kvadratı da B16'nın kvadratı Kvadrat da olur. var. Düzdür. B16'nın kvadratı olur. Yoxsa nəyi səhv yazdıq? B8'in kvadratı. B8. B8'in kvadratı olur. Bu bilsin nəyə görə belə olur? Bax B1 vur B15, B8 vur B8'də indekslərin cəmi 16 olur. Burada da 16'dır. Hə, də. Onu da B8'in kvadratı yazılır. Biraz əvvəl dedi axı. Dedi indekslərin cəmi bərabərdirsə, həmin nömrəli hədlərin hası da bərabər olur. Ona görə bu alınır. B8'in kvadratı olmuş olur. O zaman burada belə bir şey yazacağıq. B1 vur B15'in yerine ne yazacağıq? B8 üstü 15'in kvadratı. Elə ki yerlərin dəyişdikdə buradan nə çıxır? B8 üstü 15. Deməli ilk 15 həddin hasılı nə olur? B8 üstü 15. Okey. Problem yoxdur ki buralarda. Okay. Yaxşı. 100% problem yoxdur da. Biraz sürətli danışıram. Bax, əgər aydın olmayan bir yeri varsa təkrar baxa bilərik. Hə, Qnyaz? Yoxdur da aydın olmayan Mən yer. hələ ki aydındır. Hələ ki aydındır. İndi bax, burada görürsünüz, həndəsi silədə B7 kökdə 3 olarsa deyib bunun hasını tap. Həndəsi ortaya Alt görə hatta. hə, B5 vur B9 bərabərdir B7'nin kvadratına. Ondaki B6 B6 vurdu 8. 9 B9'dur. B6 vur B8 B8 aldım. bu da B7'nin kvadratı. Deməli onda bu Bəli. hası nəyə bərabərdir? Aşağıdan yazıram. B7 9 vur kökdür. B7'nin kvadratı vur B7'nin kvadratı. Yəni B7 kökdə 3'dür. Kvadratı 3'dür. Bir də vur 3. Bu da elə nə? 9 9 kökdür. kökdür 3. Görürsünüz nə qədər rahat sualdır. Yəni həndəsi ortanı biləndən Olub. sonra rahat bir şəkildə tahmış oluruq. Sonra bu sual yenə 2022 buraxılışına düşən sualdır. Necə yazacağıq bunu? Bizdən B7'ni soruşur. Deməli bu B6'nı nə yaza bilərik? B4 vur kök kvadrat çıxılsın B4. Bərabərdir 6. Bunu nə yaza bilərik? B7 vur kök kvadrat çıx B7. Bu da bərabərdir 48. B4'ü çıxarsa nə qalır? Kök kvadrat çıx 1 bərabərdir 6. Buradan da B7'ni çıxarsa nə qalar? Kök kvadrat çıx 1 bərabərdir 48. Düzdür? Bura qədər aydındır da hamısı. Bəli. Alt-alta bölsək nə qalır burada? B4 böl B7 bərabərdir 6 böl 48. B4 böl B7 ilə necə yaz? B7 necə yaza bilir? Yaxşı, bu nisbət nəyə bərabərdir? 7. Ha şey. Yaxşı, belə yazaq aydın olmadı. 8-də 1. Ha, B4'də bəli, 1 bəli. nə qalır? 1 böl 2 kub bərabərdir 8-də 1-ə. Bu da 2 Q'daki 2 də bərabərdir neçə olur? 2. Düzdür? Aydın oldu da bəli. bu. İndi B7'dən soruş da. B7 də vurulsun. 2'nin yerinə 2 qoyanda nə olur? 2'nin kvadratı çıx 1
bərabərdir 48. Bu da B7 bərabərdir nə olur? 16. 3 0 10. 48 3'e böləndə 16 eləyir də. Aydın oldu burası da. Bəli. Yaxşı. Bu keçək. Bunun həlli var burada ona görə. Bu mövzunu atmışdım da sizə. Baxmışdınız əsərlərinə. Mənə vaxtım olmadı baxmağa. İndi sizə atmışam da təkrar baxarsınız ona. Orada sual nümunələri Oldu. necə həll olunub. Bunu da bir dənə yazaq. Bu da düz ikinci qrup düşüb, amma rahat sualdır. Bax, n plus 10. 6 üstü 3 də 2'dir. Bu n plus 10 bərabərdir n plus 9 üstə gəl n plus 11 bölü 2'dir də, düzdür? Deməli, indekslərin cəmi bir-birinə bərabər olduğuna görə onda b plus 10'un kvadratı bərabərdir n plus 9 vurulsun b n plus 11. Düzdür? Onda bu üçünün hasılı nə olur? Bu ikisinin hasılı olduğu b n plus 10'un kvadratı vurulsun b n plus 10 bərabərdir b n plus 10'un nəyi? Kubuna. b n plus 10 nədir? 6 üstü 3'də 2. Bunun da kubu bizə nəyi verir? 6'nın kvadratı, yəni 36'nı vermiş olur. Aydın oldu burası da. Bəli. Problem yoxdur ki, bax görürsünüz, bu tipdə suallar qəbula düşüb. Bu şəkildə yazmış oluruq. İndi burada bu dimin test topusunda var. Orada soruşarsa izah eləyərəm. Ya da vaxtımız var, izah eləyək. Problem yoxdur. Bu axırıncı sualıdır. Məsələn, burada deyil, ilk n həddinin cəmi verilmiş arzu üçün uyğunluğu müəyyən edin. Deməli, burada nə edirik? Əgər hansının ədədi sizdə, həndəs sizdə olduğunu tapmaq istəyiriksə, deməli, S1'i tapırıq. Bu 2 üstü n olanda, bax, belə olanda, 2 üstü n şəklində olanda, yəni qüvvət üstü şəkli verəndə bu həndəsi silsilədir. Və silsilə vuruğu da burada nədir? 2'dir. Biraz əvvəl dedim, məsələn, b-in bərabərdir yazmışdıq orada, məsələn, 3 vurulsun, deyək ki, 2 üstü və yaxud da 5 üstü n, fərqi yoxdur. Burada silsilə vuruğu nədir? 5'dir. Bax, burada da qüvvət üstü varsa, deməli, bu 1 olur b, silsilə vuruğu da 2 üstü n şəklində olduğu üçün birbaşa belə yaza bilərik. BC. Amma illə də həll eləmək istəyirsinizsə, onda S1'i tapırsınız, sonra S2'ni tapırsınız, hədlərin cəmini tapırsınız, o şəkildə ədədi və ya həndəsisi olduğunu tapırıq. Məsələn, yazaq. S1 bərabərdir nəyə? 3 0 2, n-in yerinə 1 qoydu. Neçə? 3. S2 nə olur? Bu ilə B1 olur da, deyək ki, B1'dir. S2 nə olur? B1 plus B2'dir də, düzdür? B1 plus B2, B2 də 3 tapmışıq. Plus B2, n-in yerinə 2 qoyanda nə olur? 3 0, 2 üstü 2 çıx 1. Bu da nə edir? Neçə olur? 2 vur 2, 4, 9. Düz oldu bu. Hə, 9. Deməli, buradan da B2 nəyə bərabər oldu? 3 plus B2, 9, 6. Bax, görürsünüz nə oldu? B1 oldu 3, B2 oldu 6. 3'ü 2'yə vuranda aldıq da. Deməli, bu həndəsi silsilədir. Artıq B1 3 oldu. İstəsiz üçüncünü də tapa bilərsiniz. Amma ona ehtiyac yoxdur. Sonra burada məsəl üçün bu ikisi getdi, B nəsi getdi. Sonra S1 nəyə bərabərdir? İkincisini yoxlamaq istəyirik. S1 bərabərdir. Biraz həlli uzun gedir, ona görə yazmaq istəmirdim, amma axırıncı sual deyə yazırıq. S1 nəyə bərabər olur? 1 qoyanda olur 3. S2 nəyə bərabər olur? 2 qoyanda 4, 4, 8. Bərabərdir. Bu da elə A1 deməkdir də. A1 plus A2. 8 bərabərdir 3 plus A2. A2 bərabərdir nə oldu? 5. Deməli, A1 oldu 3. A2 oldu 5. Onda bu nə olur? Ədədi silsilə olur. Bəli, çünki rəqəm atırdım. Birinci hədd Bilə bilə yox. ədədi silsilə uyğun gəldi. Hə, istəsiz birini də tapaq. Deməli, S3 nəyə bərabərdir? Lap tam əmin olmaqdan ötürü də
3 qoyanda nə olur? 9 plus 6, 15. 15 bərabərdir. 3 plus A2-də 5 plus A3. A3-də neçə olur? 7 olur. Bax, görürsünüz, 2, 2 artdı. Deməli, ədədi silsədir. Silsə fərqi də nədir? 2-dir. Amma silsə fərqi verməyib deyə elə cavab yazırıq A. Bu da getdi. Qaldı üçüncü. Üçüncünü necə yaza bilərik? S1. S1 nəyə bərabərdir? 4-ə. Birinci əddi 4-dür. Bu da oldu Y. Böyük ehtimal bu D-də heç birinə uyğun gəlməyəcək. Yəni, yoxlamaq olar, yoxlaya da bilərsiniz. Amma məncə heç birinə uyğun gəlməyəcək. Yəni, bu şəkildə tək-tək yoxlayırıq. Hansı ədədi siz. Düzdür, bu şeydə düşmür uyğunluq testi. Buraxılışda düşmür, amma blokda düşür də. Amma buraxılışda da necə düşə bilər? Məsələn, belə düşə bilər. Deyək ki, bu ədədi silədir, yoxsa həndəsi silədir. Yəni, bu şəkildə tapmış oluruq. Aydın oldu burada. Problem yoxdur ki, burada bir şey. Aydın olmayan bir şey yoxdur ki. Aydan, səsin gəlmir Aydan. Müəllim, aydın olmayan şey yoxdur. İndi burada da. Bax, yenə 5 üstüyəm. Bax, qüvvət şəklində veribdir. Deməli, bu həndəs hissədir, B-dir. Silsə vurğu da 5-dir. Y. Deməli, bir oldu, nə oldu? B, Y, getdi. İkinci, bax, görürsünüz, 5 vur N-dir. Deməli, bu belə olanda, N ədədin yanında olanda, ədədi sisli olur. N ədədin üstündə olanda, həndəsi sisli olur. Deməli, bu C-dir. Sislə fərqi də -5-dir. Bax, bunun N-in əmsalı var. O da sislə fərqi olur. Bu da olur D. Qaldı bir dənə A, bu da silsilə deyil də. Çünki nə ədədi silə olur, nə də həndəsi silə. Aydın oldu. B, Y, C, D, 3-də A olur. Yəni, istəsəz yoxlaya da bilərsiniz. A1 tapa bilərsiniz, A2 tapa bilərsiniz. Görəsiniz, nə həndəsi silə uyğun gəlir, nə ədədi silə uyğun gəlir. Bu da belə. Mövzumuz qutardı. Sualları da gördünüz. Hansı tipdə suallar düşür qəbula. Yəni, elə çox çətin mövzu deyil. Rahat mövzudur. Sadəcə biraz diqqətli olmaq lazımdır. Bir də düsturları, hansı düsturu harada tətbiq eləmək olur, onu biləndən sonra elə çətin bir şey yoxdur burada. Dünyaz, nətər bilirdin sən silsilələri? Mən əslində bir dənə bildiyim hissəsi o plus D olan idi. İndi yadıma düşdü tam. Hə, indi demin test opsiyasında biraz çətin suallar olacaq. Xüsusilə orada məsələlər var, ədədi və həndəsə silə aid olan məsələlər. O biraz çətin ola bilər, amma düsturu tətbiq edəndən sonra biraz, yəni düzdür, düşüncə tələbiliyi düşünmək lazımdır. Elə çox çətin bir şey olmayacaq. Orada özü də görəcəksə rahat tapmaq olur. Yəni vaxtınız varsa bu sualı da izah edeyim istəyirsiniz. Vaxtınız var. Bəli. Yaxşı, bunu yazım tez. Deməli, A4 nəyə bərabərdir? A1 plus 3-dir. Bu bərabərdir 3-ə. Deyir, A2 vur. A5 hasili ən böyük qiymət olur. A2-nin yerinə yazıram A1 plus D. A5-in də yerinə yazıram A1 plus neçədir? 4-dir. Burada sislə fərqinin deyir. Ona görə A1-in yerinə mən nə yazacağam? 3 minus 3-dir. Nə olur burada? 3 çıx 3D. Üstə gəl D. 3 çıx 3D. Üstə gəl 4D. Bu da bizə nəyi verir? 3 çıx D, 2D. 3 plus D. Bura qədər aydın səhv eləmək. Bir dənə baxaq. 3 çıx 3D. 3 çıx 3D plus D. Burada da yazdıq hər düz. İndi bunu vurub açsanda nə eləyər? Eləyər -2D kvadrat. -6D plus 3D çıx 3D. Üstə gəl 9. Bura qədər aydındır, Qınyaz. Bəli. İndi biz kvadrat üçərliyindən keçən dəfə tam cəbri ifadələr keçəndə belə bir şey demişdik. Bunun ən böyük, ən kiçik qiymətini hansı düsturla tapırdıq? Kim deyər? Düstur nə idi? X1, X2 deyirsiniz mən.
Yox, bu kvadrat üçədli verir belə. Bu kvadrat üçədlinin ən böyük, ən kiçik qiyməti necə Hə, tapır? diskriminantla deyirsiniz də. Hə, nətər olurdu o? E, B kvadratı mən diskriminant demirsiniz. Diskriminantla ol yox, mənfi d böl 4a-da 4a çıx b kvadrat böl nə olurdu? 4a. 4A. Hə, X-in bildim. hansı O qiymətində? MN-i deyirsiniz də mən Hə, MN. X-in hansı qiymətində? Mənfi b böl 2a qiymətində. A kiçik sıfır olduqda bu olurdu ən böyük qiymət. A böyük sıfır olduqda olurdu ən kiçik qiymət. Bə. Yazıya düşdü bu. Bə MN-də də mən bildim Hə, nə indi deyirsiniz. burada deyir ki, sizdə fərqinin hansı qiymətində, yəni bu düsturu tətbiq eləyəcəyik. Mənfi b böl 2a. B-nin yerində nə 3 durub? böl. Mənfi 3. A-nın yerində nə durub? Mənfi 2. Bu da neyinir? Mənfi 4-də 3. Yəni, 4'te 3. mənfi 4-də 3 qiymətində bu hasil ən böyük qiymət alır. Biraz çətin sualdır, amma yazmaq olur da. Aydın oldu, Qnyaz. Bə. Dəqiq. Bə. Problem yoxdur da. Məncə xeyr. Yaxşı. Görək gələn dəfə necə yazacaqsın. Gələn dəfə Hı. Dimin test topsundan dərsi olan yoxdur da yəqin ki. Bir dənə suallara baxaq. Bax, burada bu ədədi ardıcıllıqlar birinci bölmə. Sonra gəlir ədədi sisklər ikinci bölmə. Burada da neçə dənə sual var. Çoxdur sual biraz. Sonra gəlir həndəsi silsilə. Hərəsindən ilk 50 dənəni yazsanız hələ ki, bəsdir. Mən hamısını yazırıq. Bütün bölmələr. Bəli, çox olur. Mən bilmirəm ki, mən yazanda hamısını yazıram. Çünki o şeydə Sən düşür. yaz, sən yaza bilərsən, problem yoxdur. Prosta hamısını çatdıra bilsən, lap yaxşı olar. Çatdıraməsən də, məsələn, eyni tipdə suallar var da. Misal üçün deyirəm, atıram burada. Məsələn, 76-dan 77. Eyni tipdə suallardır. Bunun birini yazsan, başa düşdün, ikincisini yazmağa ehtiyac yoxdur. Məsələn, bu 78, 79. Eyni tipdə sualdır. Birini yazsan, bu birisini də yazacaqsan. Amma yox, heç birini yazmırsansa, bunu gəldin birini məndən soruşdun, mən izah elədim. Sonra ona baxıb o birisini sən özün yazırsan evdə. Bə. Aydın oldu, bu şəkildə gidirik. Bə. Amma fərqli suallar, məsələn, elə sual var, məsələn, tamamilə fərqlidir. Onda hər birisini yazmaq lazımdır. Məsələn, 93 ayrıdır, 94 ayrıdır. Ona görə bunun ikisini də yazmaq lazımdır. Okey, problem yoxdur ki. Burada çətin Xeyr. suallar var. Xüsusilə axırda çətin suallar var. Yəni onu yaza bilmirsə həvəsdən düşməyin və həlli də uzun gedir. Xüsusilə yəni Aydan və Cəmilə sayt. Sizə buraxılışdan olsa çətin düşmür, rahat düşür. Çox sadə Bəli. düşür. Ona görə siz axırları yazmasanız da olar. Amma Qniya sən yaza bilsənsə yaz. Problem yox. Nə qədər bacarsan hamısını yaz. Oldu öyle. Sən birinci qrupsan da, çünki sənə hər cür sual düşə bilər. Okey, problem yoxdur ki. Xeyr. Yaxşı, onda gələn dəfə hər kəsə hər bölmədən heç olmasa ilk 50 dənəni yazırsınız. 3 dənə bölmə var, yəni o da 3 dənə yox, hətta 4 dənə bölmə olur. Toplam bir 200 dənə sual eləyir. Çox olmur. 50 dənə çoxsa 40 dənə olsun. Mən yəqin ki, birinci, ikinci başlığı bitirə bilərəm. Çünki birində 100 neçə dənədir, birində də tam bilmirəm neçə dənədir. Sonra qalanını da işləyərəm yəqin ki. Hamısını işləmək istəyirəm, ona görə elə. Yaxşı, ilk Bilirəm. 40 dənəni yazarsınız siz. Cəmlə Aydan. Oldu. Sən də bax hamısı. Oldu mənim. Sualın olanda da o əlavə keçəcəyimiz vaxtda soruşarsan. Oldu. İlyas, bərabərsiz bir dənə Hə. sual göndərirəm.
test göndərdim. Onu da işləyərsiniz yenə. Bərabərlikdə Oldu. problemimiz var Oldu. hələ də. Yaxşı, hələlik onda sağ olun. Allah amanında. İnşallah görüşərik. Sağ olun, gecəniz xeyir. Tamam, mənim gecəniz xeyrə qalsın. Xeyrə doğru. Sağ olun. Hələlik sağ olun.